9-cu sinif dim test toplusundan belə bir sualın izahına baxaq. Verilib ki, el düz xətti A və B nöqtələrindən keçən düz xəttə perpendikulyar olarsa, el düz xəttin bucağı misalını tapın. Əvvəlcə yazaraq, düz xəttin tənliyi y bərabərdir, kx üstəgəl B şəklində yazılır. Bizə verilən koordinatlar A2 və 3-dür. B -4 və 6 nöqtələrindən keçərsə, bu nöqtələrdən keçərsə o deməkdir ki, birinci verilən x-in qiyməti, ikinci verilən y-in qiymətini yerinə qoymalıyıq. Yəni qoyaq. Birinci yazarım. Sistem tənliyi halında yazıb həll edəcəm. X-in yerinə 2 yazıram. Onlar 2k üstə gəlsin B bərabərdir 3, y-ə 3'ü qoydum. Digərini də qoyuram. -4k üstə gəlsin B bərabərdir 6-ya. Hər ikisini alt-alta çıxaq ki, B-ləri apara bilək. Deməli, nə qalar? 2k çıx -4k bərabərdir 3 çıxılsın 6. 2k üstə gəlsin 4k bərabərdir -3-ə, 6k bərabərdir -3, qiyməti -3 bölünsün 6. K bərabərdir -2-də 1. Bizə deyir ki, düz xəttə perpendikulyar olarsa, deməli, perpendikulyarlıq şərti necə idi? 2 düz xətt verilib bizə, y bərabərdir k1, x üstə gəlsin b1, y2 bərabərdir k2, x üstə gəlsin b2 olarsa, bu düz xətlər nə vaxt perpendikulyardır? K1 vurulsun, K2 bərabərdir -1 olarsa. K1'i tapmışıq -2-də 1, yerinə qoyuram, olacaq -2-də 1 vurulsun K2 bərabərdir -1'ə. Mənfiləri atıram, K2 bərabərdir 2. Deməli, cavab olur D variantı.